Koç bürcü 5 oktyabr 2025-ci il. Ətrafınızdakıların rəğbətini qazanmaq sizdə yaxşı alınacaq. Onlar məmnuniyyətlə sizə dəstək olacaqlar və işlərinizə kömək göstərəcəklər. İş yoldaşlarının rəhbərliyin gözündə nüfuzunuzu möhkəmləndirə biləcəksiniz. Qarşı tərəflərin maraqlarını anlamaq, nəzərə almaq bacarığınız sayəsində danışıqlar uğurlu keçəcək. Bəzi qoçlar qısa müddətli gəlir artımını gözləyir. Günün ikinci yarısında tələsməməyə və tələsik nəticə çıxarmamağa çalışın. Hər qərarı diqqətlə düşünün. İlk ağla gələn fikir həmişə düzgün olmayacaq. İşgüzar münasibətlərin romantik münasibətlərə çevrilməsi ehtimalı var. Buğa bürcü 5 oktyabr 2025-ci il. Əmlak məsələləri ilə məşğul olmaq üçün uğurlu gündür. Uzaq səfərlər və ezamiyyətlər də uğurlu olacaq. Sazişlər gəlirli, danışıqlar isə məhsuldar olacaq. Bəzi buğalar perspektivli təkliflər alacaqlar. Sizin təşəbbüskarlığınız xoşagəlməz vəziyyətdən çıxış yolu tapmağa kömək edəcək. Axşam ev işləri ilə məşğul olmaq, yaxınların problemlərinə diqqət ayırmaq lazım gələcək. İttihamlardan və münaqişələrdən çəkinin. Daha yaxşısı, gərginliyi yumşaltmağa çalışın. Qarşılıqlı anlaşmaya nail olmaq çətin olacaq, amma istəsəniz bacaracaqsınız. Əkizlər bürcü 5 oktyabr 2025-ci il. Səhər işlə rəhbərliyin gözündə görməməyə çalışın. Həmçinin həmkarlarla da ümumi dil tapmaq o qədər də asan olmayacaq. Mümkün qədər yalnız öz səylərinizdən asılı olan işlərlə məşğul olun. Zamanla iş əhvalına köklənəcək, gün kifayət qədər uğurlu keçəcək. Bir çox əkizlər uzun müddət heç kimin öhdəsindən gələ bilmədiyi məsələlərin həllinə qeyri-adi yanaşma tapacaqlar. Əvvəllər konflikt yaşadığınız və anlaşmaqda çətinlik çəkdiyiniz insanlarla münasibətləri qaydaya salmaq mümkün olacaq. Xərçəng bürcü 5 oktyabr 2025-ci il. Sizi çoxlu söhbətlər, məktublar, telefon zəngləri gözləyir. İş məsələləri ilə yanaşı ailə problemlərini də həll etməli olacaqsınız. Amma hər şeyin öhdəsindən uğurla gələcəksiniz. Həmkarlarla lazımsız söhbətlərə vaxt ayırmayın. Əks halda normal iş ritminə qayıtmaq çətin olacaq. Bir çox xərçənglər rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək dəyərli ideyalar tapacaqlar. Günün ikinci yarısı ciddi məsələlərin həlli üçün çox da əlverişli deyil. Rutindən ibarət işlərlə məşğul olan sənədlərlə qayda yarada bilərsiniz. Yaxın insanla ünsiyyətdə kiçik anlaşılmazlıqlar mümkündür, amma tez bir zamanda aradan qalxacaq. Şir bürcü 5 oktyabr 2025-ci il. Səhərdən mühüm işlərə başlamayın. Sizin həddindən artıq emosional və düşünülməmiş addımlar atmağa meyil olacaqsınız. Həmkarlarla mübahisələrdən uzaq durun. Bu məqsədlərinizə çatmağa mane ola bilər. Adi işlərlə məşğul olun və tələsməyin. Zaman keçdikcə müsbət tendensiyalar daha aydın hiss olunacaq. Ətrafınızdakılara haqlı olduğunuza inandırmağı bacaracaqsınız. Düzgün arqumentlər tapacaq və emosiyalarınızı cilovlaya biləcəksiniz. Ailəli şirlər axşam yaxınlarının əhatəsində keçirsələr həm rahatlaşacaq, həm də sakitləşəcək. Qız bürcü 5 oktyabr 2025-ci il. Sizin cazibədarlığınız, xoş davranışınız ətrafdakıların hamısına yaxşı təsir bağışlayacaq. Tezliklə faydası dəyəcək etibarlı tərəfdaşlar qazana biləcəksiniz. Vaxtı boş yerə sərf etməsəniz, gələcək uğurların təməlini qoymaq imkanınız olacaq. Alış-verişlər uğurlu olacaq və sizə sevinç gətirəcək. Axşam romantik görüş üçün əla zamandır. Münasibətlərdə yaxşılığa doğru dəyişikliklər gözlənilir. Yeni tanışlara açıq olanlar isə maraqlı insanlarla təsadüfi görüşlər gözləyir. Tərəzi bürcü 5 oktyabr 2025-ci il. Hər şey düşündüyünüz kimi getməyəcək, amma siz vəziyyətə tez uyğunlaşa biləcək, yeni imkanlardan istifadə edəcəksiniz. İntuisiyanız düzgün qərarlar qəbul etməyə kömək edəcək. Bugün konstruktiv təkliflər irəli sürmək, onları həyata keçirmək üçün münasib gündür. Ətrafınızdakılar sizin həvəsinizə yoluxacaq və ideyalarınızı həyata keçirməkdə həvəslə kömək edəcəklər. Bəzi tərəzilərin həmkarları ilə qeyri-adi münasibətləri yarana bilər. Axşam isə planlaşdırılmamış alış-veriş etməyə dəyməz, çünki həqiqətən dəyərli bir şey seçmək çətin olacaq. Əqrəb bürcü 5 oktyabr 2025-ci il. Çətin məsələlərdə baş açmaq, yeni biliklər qazanmaq sizə yaxşı alınacaq. Təhsilini artırmaq və ya imtahana hazırlaşmaq üçün əlverişli gündür. Qarşınızda cəlbedici perspektivlər açılacaq. İmzalanan müqavilələr gözlədiyinizdən də daha sərfəli olacaq. Hüquqi sənədlərlə bağlı məsələləri uğurla həll edəcəksiniz. Günün ikinci yarısında xırdalıqlar həddindən artıq tapılmamağa çalışın. Əks halda əhvalınız korlana bilər. Artan əsəbilik mübahisə mənbəyinə çevrilə bilər. Amma emosiyalarınızı idarə etsəniz, axşam kifayət qədər uğurlu keçəcək. Oxatan bürcü 5 oktyabr 2025-ci il. Siz emosional yüksəliş hiss edəcəksiniz və bütün gözlənilməzliklərin öhdəsindən gəlməyə kömək edəcək. Xarici tərəfdaşlarla müqavilə bağlamaq üçün uğurlu gündür. Əmlakla bağlı məsələləri də həll edə biləcəksiniz. İctimai tədbirlərdə iştirak həm zövq verəcək, həm də imicinizə müsbət təsir göstərəcək. Nüfuzlu insanlarla perspektivli tanışlıqlar mümkündür. Onların bəziləri tezliklə sizin üçün faydalı olacaq. Bir çox oxatanlar sevdiyi insandan sürpriz alacaqlar. Axşam isə çoxdan arzuladığınız, amma vacib olmayan bir şeyi almaq üçün münasib vaxtdır.
Oğlaq bürcü 5 oktyabr 2025-ci il. Hər addımınızı diqqətlə düşünün. Səhv etmək, sonradan buna görə peşman olmaq ehtimalı böyükdür. Bədxahlarınız sizə zərər verməyə çalışacaqlar, amma onların nəsə bacarması çətin olacaq. Vacib qərarlar qəbul etməyin, şübhəli sazişlərə girməyin. Çətin vəziyyətlərdə öz sərişlərinizi dəfələrlə sübut etmiş insanlardan məsləhət alın. Yaxınlarınız sizi dəstəkləyəcək, əhvalınızı qaldırmağa çalışacaqlar. Onlarla ciddi mövzuları müzakirə etməyin. Daha yaxşısı, xoş bir işlə məşğul olun. Bu sizi iş problemlərindən yayındıracaq. Dolça bürcü 5 oktyabr 2025-ci il. İlham, intuisiya və təsəvvür uzun müddətdir heç kimin həll edə bilmədiyi məsələləri çözməyə kömək edəcək. Dərrakəniz yüksək səviyyədə olacaq. Heç vaxt anlaşa bilmədiyiniz insanlarla belə dil tapmağınıza imkan verəcək. Nüfuzlu bir insana kiçik bir yaxşılıq etmə imkanı yaranacaq. Onun minnətdarlığı isə çox münasib vaxtda kömək edəcək. Ailəli dolçaların yaxınları ilə maliyyə məsələlərini müzakirə etməsi faydalı olar. Söhbət çətin keçəcək, amma nəticəsi həm maddi vəziyyətinizə, həm də münasibətlərinizi möhkəmləndirməyə müsbət təsir göstərəcək. Balıqlar bürcü 5 oktyabr 2025-ci il. Bugün işlərdə böyük irəliləyiş gətirməsə də adi tapşırıqların öhdəsindən gəlmək əvvəlkindən daha asan olacaq. Həmkarlar və iş tərəfdaşları ilə ünsiyyət yaxşı olacaq. Siz hamı üçün sərfəli olacaq həllər təklif edə biləcəksiniz. Bir çox balıqlar əvvəllər mübahisə etdikləri və ya konflikt yaşadıkları insanlarla münasibətləri düzəltməyi bacaracaqlar. Günün ikinci yarısı biraz qarışıqlıqla keçəcək. Bəzi ev məsələlərinin həlli ilə məşğul olmaq lazım olacaq. Kiçik, amma vacib detalların diqqətdən yayınmamasına çalışın.